Oyda, telefonlara baxın, görün nə qədər burada telefon var. İşləyəni var, işləməyəni var. 1 manata, 2 manata. Maraqlı və keçmişin fotoaparatı su qiymətinə. Hələ bir terminala baxın. Bax, bu terminal işləyən terminaldır. Burası açılır, bilməm nə üçündür. Hətta qələmi də var bu cür. Qədimi modellər çoxdur burada. Baxın, bu qardaşın podkastda nə qədər istəyirsiniz telefon var. Kanalımıza xoş gəlmisiniz. Bu günlərim 18 mart tarixidir və həmişə olduğu kimi Sabunçu əşya bazarı ilə, bit bazarı ilə bax gəlmişik burada sizin üçün çəkiliş eləməyə. Keçən dəfə paylaşım eləmişdim, sonra bir həftə gəlmədim. Yenə mənə çoxlu yazdılar ki, biz part 3-ü paylaşın. Adətən çəkib paylaşmaq istəmirəm. Çünki zaten buranın özü biz ki pulsuz çəkib paylaşırıq. Sadəcə maraq üçün gəlib çəkib paylaşırıq. Sadəcə siz də izləyirsiniz videoları, lakin bəyənmirsiniz, səhifəmizə abunə olmursunuz. Ona görə yəni dəymir həqiqətən. Səhər tezdən buraya gəlib açsız buranı çəkməyə dəymir. Part 4-ü istəyən əziz dostlarımız, hörmətli məni izləyənlər, kanalımızın hörmətli izləyiciləri hamınızı salamlayıram və part 4-ü istəyənlər hər kəs bir dənə videomuzu bəyənsin və kimsə takib atmayıb, hər kəs bizi takib atsın ki, biz də daha da həvəslə çəkilişlər edək sizin üçün, daha da maraqlı şeylər göstərək sizin üçün və bir daha xatırladım ki, bu gün 18 mart tarixi. Burası Sabunçu əşya bazarıdır. Uzun uzadı danışmayacağam. Sabunçu əşya bazarıdır bura. İndi bəziləri əşya bazarı deyir, bəziləri bit bazarı deyir, hətta bəziləri rus bazarı deyir. Hər nəyəsə bazardır Qaraç uşaqlar və bura Koroğlan avtobuslar da gəlir, rahat gəlir bilərsiniz. Hansı ki 4 köprü avtobuslar gəlir düz bazarın qabağına. Və bu bazar hər həftənin bazar günü olur. Yalnız bazar günü bura gəlin uşaqlar. Kommentarlara yazın görək kim nə istəyir, kimin üçün nə çəkək paylaşaq. Mənə də maraqlıdır, həqiqətən maraqlı görək kim nə istəyir. Adətən fotoaparat çəkirəm, paylaşıram, mənə yazır ki, velosipedləri çək, velosiped çəkirəm, mənə toyuq cücələri çək. Qiymətlər çox ucuzdur. Yəni burada dəqiqə var satıcıların qiymət soruşur, cəmaatı baş birini xarab eləmək istəmirəm. Qiymətlər çox ucuzdur, yenə deyirəm. Burada bazardır. 10 manata deyirlər hər hansı bir telefonda deyirsən ki, qardaş 5 manat verib alıram. Çünki mən bunun qulağımın şahidi olaram. Şalvarı misal üçün deyir 3 manata, qardaş çatdı 1 manat verdi, aldı. Yəni burada bazardır. Burada yəni nəyin üstü qiymət yoxdur. İndi bu misal üçün planşeti deyir, telefonu deyir 50 manata, deyirsən ki, qardaş 20 manatın var, 30 manatın var verib alırsan. Almaq da olur yenə. Videonu izlərkən bəyənib kanala abunə olsanız yenə deyirəm çox şad olarıq. Yenə də part 4-ü paylaşarıq, part 5-i paylaşarıq. Sadəcə siz də bizə motivasiya verin, biz də ona uyğun hərəkət edək. Sağ olun, var olun. Yenə deyirəm videonu izləyib bəyənən hər kəsi Allah canını sağ eləsin, ruzisi bol olsun. Elə hesab baxın videoyu mən də yavaşca çəkilib durum qıratda siz də sakitcə izləyin. Allah bazar olsun. Bunlardan da 2 manat, 3 manat var. Kesikən, amma səhəmişən pulları altdan çıxacağım. Direksiyona şaltı 5 var. Zami, sumavarı verdi. Senin koyacaksın biri de çıkar. Hani indi geldi. Maşının ne? Maşının qabağına bir paltar koymuşum, görürsən də. Vallahi mən deyənlərim, yeri yersin var, yox.
Bana bak. Yer problem. Yani var burada Allah onun yerine gelin. Orada malı soracağım. Dəli sarı olsun, cəhənnəmə dəli. Onlar deli gəlin bunda asılı yaşasın. Hamsi. Yüzüyor burada. Gitmez tutun da üstü bağlı yer var, salsın var. Bu da bir neçədir? Ben 75 yaşım olan. Adamla bak değil. Hanım sen çek Reha. Ha çeksin bana.
Git ya, ne Bak seninle böyle olsun gelin yürü. Gel.